Hər kəs salam. Bugünkü dərsimiz indiki sadə zaman və keçmiş sadə zamandır. Gəlin başlayaq. İndiki sadə zaman feilin başlanğıc formasıdır. İndiki sadə zamandan biz o zaman istifadə edirik ki, baş verən hərəkətdən ümumiyyətlə danışırıq və yaxud da hərəkət təkrarlanır. Məsələn, the sun rises every day. Günəş hər gün çıxır. Şəxslərə görə belə dəyişir. I work in a bank. Mən bankda işləyirəm. You work in a bank. Sən bankda işləyirsən və yaxud da siz bankda işləyirsiniz. We work in a bank. Biz bankda işləyirik. They work in a bank. Onlar bankda işləyirlər. Üçüncü şəxsin təkində indiki sadə zaman S və ES vasitəsilə düzəlir. He works in a bank. O kişi cinsi bankda işləyir. She works in a bank. O qadın cinsi bankda işləyir. It starts. O başlayır. Sualda do, does köməkçi feillərindən istifadə edirik. Do, I, we, you, they, does, he, she, it. Gəlin nümunələrə baxaq. Do I work in a bank? Mən bankda işləyirəm. Do you work in a bank? Sən bankda işləyirsən və yaxud da siz bankda işləyirsiniz. Do we work in a bank? Biz bankda işləyirik. Do they work in a bank? Onlar bankda işləyirlər. Does he work in a bank? O kişi cinsi bankda işləyir. Does she work in a bank? O qadın cinsi bankda işləyir. Does it start? O başlayır. Burada does, do köməkçi feilin dəyişməsidir. Yəni, üçüncü şəxsin təkinə görə do, does olur. Və özündən sonra gələn feil s və es almaz. Yəni, does he works yox, does he work olmalıdır. Does she works yox, does she work olmalıdır. İnkarda do və does köməkçi feillərinə not artırılır. I don't work in a bank. Mən bankda işləmirəm. You don't work in a bank. Sən bankda işləmirsən, yaxud da siz bankda işləmirsiniz. We don't work in a bank. Biz bankda işləmirik. They don't work in a bank. Onlar bankda işləmirlər. He doesn't work in a bank. O kişi cinsi bankda işləmir. She doesn't work in a bank. O qadın cinsi bankda işləmir. It doesn't start. O başlamır. Zaman zərfləri. Sometimes, bəzən, usually, adətən, never, heç vaxt, rarely, nadir və s. İndiki sadə zamandan sonra növbəti keçmiş sadə zamandır. Keçmiş sadə zaman odur ki, hərəkət keçmişdə baş verir. Burada iki cür düzəlir. Təsdiqdə keçmiş sadə zaman iki cür düzəlir. Bir, qaydalı feil, iki, qaydasız feil. Qaydalı feillə qaydasız feil düzəltmək üçün biz qaydalı feilin sonuna id artırırıq. Məsələn, close, closed. I close the window. Mən pəncərəni bağladım. You close the window. Sən pəncərəni bağladın. He closed the window. O pəncərəni bağladı. She closed the window. It closed the window. We closed the window. Biz pəncərəni bağladıq. They closed the window. Onlar pəncərəni bağladılar. İnkarda didə not artırılır. Sualda isə did mübtədanın əlinə keçir. Qaydasız feillər dedikdə feil kökündən dəyişir. Məsələn, dream, dreamed, dreamed. Drink, drank, drank. Drive, drove, driven. Dream arzulamaq, drink içmək, drive sürmək. Eat yemək, fall yıxılmaq, feel hiss eləmək və s. Bunlar qaydasız feillərdir. Əgər biz sual veririksə, sualda did varsa, biz ilk formadan istifadə edirik. Yəni dreamdən. Did I dream olur. Did I dreamed olmaz. Bu qədər.